Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan SSR 2-ci Dünya Müharibəsi illərində mövzusudur. Bilirik ki, 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücum etməsi ilə 2-ci Dünya Müharibəsi başladı. 2-ci Dünya Müharibəsi 1939-cu ilin sentyabrın 1-i başlayıb, 1945-ci ilin sentyabrın 2-sinə kimi davam etmişdi. Müharibənin əvvəlində SSR və Almaniya müttəfiq idi. Bunlar 1939-cu ilin avqustunda imzaladığı müqaviləyə əsasən bir-birinə 10 il müddətində hücum etməməli idilər. 1939-1940-cı illərdə SSR Finlandiya ilə müharibə apardı. SSR-nin Finlandiya ilə apardığı müharibə qış müharibəsi adlanır. Bu müharibə göstərdi ki, SSR mühərriş müharibəsi, Finlandiya ilə apardığı müharibə göstərdi ki, SSR mühərriş müharibəsi üçün zəif olduğunu göstərdi. Buna görə də Almaniya qərara gəldi ki, SSR-yə qarşı hücuma keçsin. Almaniyanın SSR üzərinə hücum planı ildırım sürətli müharibə planına əsaslanırdı. İldırım sürətli müharibə planı isə Barbarossa planı adlanırdı. Plana əsasən 1941-ci ilin iyun ayının 22-sində Almaniya SSR üzərinə hücum etdi. Bununla da Almaniya ilə SSR arasında hərbi əməliyyatlar başladı. Almaniyanın SSR üzərinə hücum etməsi ilə Azərbaycan SSR də müharibəyə qoşulmuş oldu. Azərbaycan SSR ərazisində 1941-ci ildə ümumi səfərbərlik elan edildi. Ümumiyyətlə, müharibə dövründə Azərbaycan böyük dövlətlərin planlarında mühüm yer tuturdu. Həm Almaniyanın planlarında, həm Fransa, həm də İngiltərənin planlarında mühüm yer tuturdu. Bu dövrdə müharibənin ilk günlərində Bakı nefti böyük diqqət mərkəzində idi. Müharibədən bir həftə əvvəl bilirik ki, Almaniya ilə SSR arasında bir-birinə hücum etməmək haqqında pakt bağlanmışdı. Bu isə böyük dövlətlərdən olan Fransa və İngiltərəni ciddi şəkildə narahat edirdi. Çünki Almaniya Bakı neftinə nəzarət edə bilsəydi, Fransa və İngiltərəni müharibədə daha tez məğlub edib sıradan çıxarda bilərdi. Ona görə də böyük dövlətlərdən olan İngiltərə və Fransa qərara gəldilər ki, Bakıya bomba zərbəsi endirsinlər. Bomba zərbəsi endirmək planı hazırlamağa başladılar. Geniş müzakirələrdən sonra İngiltərə və Fransa hökumətləri qərara gəldi ki, Bakıya bomba zərbəsi endirmək əvəzinə Bakı neftinin Qara dənizlə Almaniyaya göndərilməsinə sualtı qayıqlar vasitəsilə mane olmaq daha əlverişlidir. Bakının bombardıman edilməsi fikrinin dəyişdirilməsində o dövrdə Almaniya 2-ci Dünya Müharibəsi dövründə İngiltərənin baş naziri olan Winston Churchill və Fransa generalı Charles de Gaulle'un böyük xidmətləri olmuşdu. Mövqeyi müsbət rol oynamışdı. Almanların Qafqaza hücum planı Edelweiss planı adlanırdı. Edelweiss planı əsasən Bakı 1942-ci ilin sentyabr ayında işğal edilməli idi. SSR ilə müharibənin ilk aylarında Almanlar sürətlə irəliləyərək böyük ərazilər işğal etdilər. Artıq Alman ordusu 1941-ci ilin dekabrında artıq Moskva ətrafına qədər gəlib çatmışdı. Lakin Moskva yaxınlığında Alman ordusu məğlubiyyətə uğradı. Bunun nəticəsində də ildırım sürətli müharibə planı puça çıxmış oldu. Moskva yaxınlığındakı məğlubiyyətdən sonra Alman ordusunun yanacaq ehtiyatı tükənmişdi. Ona görə də 1942-ci ilin yeni hərbi kampaniyasını bərpa etmək üçün Almaniya yanacaq ehtiyatı lazım idi. Ona görə də Almaniya Bakı neftinə daha çox xüsusi diqqət yetirirdi. Hitlerin fikrincə Qafqazın neft mərkəzinin tutulması Sovet İttifaqı üzərində qələbənin açarı olmalı idi. 1942-ci ildə Stalingrad uğrunda döyüşlər başladı. Hələ 1942-ci ildə əsas yaz hərbi kampaniyasının əsas istiqaməti kimi Qafqaz SSR-nin əsas neft mərkəzləri olan Bakı, Qrozny və Maykopu seçdi. 1942-ci ildə Almaniyanın əsas hücumları Stalingrad və Qafqaz istiqamətinə yönəltdi. Bu plana görə 1942-ci ildə Alman ordusu Qafqazdan keçərək
İran-İraq əraziləri ilə Bağdad üzərinə hücumunu davam etdirməli, Hindistan ərazisini zəbt etməli idi. 1942-ci ilin dediyi JAS hərbi kampaniyasında Almanların əsas məqsədi Stalingradın tutulması deyil, Qafqazın nefti idi. Qafqaz nefti deyəndə, yəni Bakı neftinə sahib olmaqdan ibarət idi. Ona görə də bu döyüşlər həm də neft uğrunda döyüşlər adlandırmaq olar. Edelveys planına görə 1942-ci ilin yayında Almanların Qafqaz üzərinə hücumu başladı. Sovet rəhbərliyi Qafqazın və Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi. Cənubi Qafqaz Respublikalarında 1942-ci ilin sentyabrında hərbi vəziyyət elan edildi. 1943-cü ilin əvvəlində Sovet ordusu Şimali Qafqazda əks hücuma keçdi. Bu əks hücumda Azərbaycan milli diviziyaları mühüm rəşadət göstərdi. Ümumiyyətlə, Cənubi Qafqaz Respublikalarından cəbhəyə ən çox əskər Azərbaycandan göndərilmişdir. Bu zaman Azərbaycandan cəbhəyə 700 minədək adam səfərbər olunmuş. Həmçinin səfərbər olunanlar içərisində 11 min nəfər qadın da vardı. 400 min nəfər isə cəbhədən geri qayıtmamışdı. Döyüşlərdə Azərbaycanlı komandirlər böyük qəhrəmanlıq da göstərmişdilər. Bu qəhrəmanlığı göstərənlərdən kimlərin adlarını qeyd etmək olar? Heybət Heybətov, Mahmud Əbilov, Hacıbaba Zeynalov, Tərlan Əliyarbəyov, Hakim Abbasov və başqaları qeyd etmək olar. Bunlar general-mayor rütbəsinə qədər yüksələn şəxslər olmuşdular. İkinci Dünya müharibəsində göstərdikləri şücaətə görə Azərbaycan SSR vətəndaşlarına 120 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Onlardan 41 nəfəri isə 42 nəfəri isə Azərbaycanlı olmuşdur. 1941-1942-ci illərdə bir sıra Azərbaycanda milli diviziyalarda yaradılmışdı. Hansı diviziyalardır? 77-ci diviziya idi, 223, 271, 402 və 416-cı diviziyalarda təşkil edilmişdi. Azərbaycanlı diviziyalarda Azərbaycanlılarla yanaşı Ruslar, Ermənilər, Tatarlar da xidmət edirdilər. Müharibədə Azərbaycanlılar haqqında ilk xəbər Belarusiyanın Brest qalasından gəldi. Azərbaycanda yaradılmış ilk diviziya 77-ci diviziya idi. 77-ci diviziya 1920-ci ildə yaradılmışdı. Azərbaycanın ilk milli diviziyası hesab edilir. 1938-ci ildə digər diviziyalar kimi 77-ci diviziyada ləğv edilmiş. İkinci Dünya müharibəsi başladıqdan sonra isə 1941-ci ildə yenidən bərpa olunmuşdur. Qafqaz cəbhəsində hərbi əməliyyatlara başlamış və Şimali Qafqazın azad edilməsində iştirak etmişdir. Həmçinin 77-ci diviziya Krım, Ukrayna və Litvanın azad edilməsində fərqlənmiş və Simferopol diviziyası fəxri adına layiq görülmüşdür. Azərbaycanda 1941-ci ildə yaradılmış diviziyalardan biri də 402-ci diviziya idi. 402-ci diviziya Qafqaz uğrunda döyüşlərdə iştirak etmişdi. Lakin 402-ci diviziyanın təchizatı yaxşı təşkil edilmədiyi üçün ləğv edilmiş və 416-cı diviziyaya birləşdirilmişdi. Bu dövrdə, müharibə dövründə yaradılan diviziyalardan biri də 223-cü diviziya idi. 223-cü diviziya 1941-ci ildə təşkil edilmişdi. Bu diviziyada digər diviziyalar kimi Qafqaz uğrunda döyüşlərdə iştirak etmişdi. Həmçinin bu diviziya Qafqazın, Ukraynanın azad edilməsində iştirak etmiş. Həmçinin 1944-cü ildə Rumıniya, Bolqaristan və Yugoslaviyanın azad edilməsində də iştirak etmişdir. Rumıniya, Bolqaristan və Yugoslaviyanın Belqrad uğrunda döyüşlərdə fərqləndiyinə görə bu diviziya Belqrad fəxri diviziyası adı verilmişdir. 1942-ci ildə isə yaradılan diviziya 416-cı diviziya idi. 416-cı diviziya Şimali Qafqazın azad edilməsində böyük rol oynamışdı. Taganrog diviziyası fəxri adını almışdı. Hətta 416-cı diviziya Berlinə qədər döyüş yolu keçmişdi. Berlinə daxil olan ilk hərbi hissələrdən biri olmuşdu. Həmçinin diviziyanın döyüşçüləri qələbə bayrağını Berlinin Brandenburg darvazalarına asmışdılar. 1942-ci ildə yaradılan diviziyalardan biri də 271-ci diviziya idi. 271-ci diviziya
Polşa, Ukrayna və Çexoslovakiyanın azad edilməsində mühüm rol oynamışdı. Müharibə dövründə Azərbaycanlı döyüşçülər ön cəbhədə böyük qəhrəmanlıq göstərmişdilər. İlk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlı İsrafil Məmmədov olmuşdu. İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod vilayətinin Pustinka kəndi uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən ilk Azərbaycanlı olmuşdu. Yaqub Quliyev Moskva uğrunda döyüşlərdə fərqlənmişdi. 1942-ci ildə Stalingrad ətrafında əks hücum zamanı həlak olmuşdu. Yaqub Quliyev həm də Moskva uğrunda döyüşlərdə də fərqlənmişdi. İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən şəxslərdən biri də Xıdır Mustafayevdir. Xıdır Mustafayev Kiyev şəhərinin düşməndən azad edilməsindəki xidmətlərinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Adil Quliyev təyyarəçi olmuşdu. Faşistlərin 18 təyyarəsini məhv etmiş, göstərdiyi şücaətə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən hərbiçilərdən biri olmuşdu. Müharibə dövründə xüsusi fərqlənmiş şəxslərdən biri də Qafur Məmmədovdur. Şimali Qafqaz uğrundakı döyüşlərdə fərqlənmiş, ona da ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Müharibədə iştirak edən qəhrəmanlıq göstərən şəxslərdən biri də Ziya Bünyadov olmuşdu. Ziya Bünyadov Polşa və Çexoslovakiyanın azad edilməsindəki xidmətlərinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Gəray Əsədov Rumıniyanın Markitka şəhəri yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlı olmuşdu. Yusif Sadıqov da Berlin uğrunda döyüşlərdə Reichstagın alınmasında göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adına layiq görmüşdü. Reichstag üzərinə qələbə bayrağını sancmışdı. Müharibə dövründə 2 dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlı isə Həzi Əslanovdur. Həzi Əslanovun başçılıq etdiyi Tankalay Stalingrad döyüşlərində bir neçə yaşayış məntəqəsini düşməndən azad etmişdi. Bu igidliyinə görə birinci dəfə 1942-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. 1944-cü ildə isə Belarusiya və Baltik yanı ölkələrin azad edilməsində iştirakına görə ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı almaq üçün təqdim edildi. Lakin bu fərman uzun müddət gizlədilmişdi. Və nəhayət ki, 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Azərbaycanlılar müharibə dövründə mühüm xidmətləri olmuşdular. Moskva uğrunda döyüşlərdə Həzi Əslanovla Yaqub Quliyev xüsusilə fərqlənmişdi. Moskva uğrunda döyüşlərdə fərqlənən Azərbaycanlılar Həzi Əslanov və Yaqub Quliyevdir. Həzi Əslanov tank komandiri, Yaqub Quliyev polkovnik rütbəsinə kimi yüksəlmişdi. Stalingrad döyüşlərində fərqlənən Azərbaycanlılar da həmçinin Həzi Əslanov, Yaqub Quliyev, həmçinin Stalingrad döyüşlərində fərqlənən şəxslərdən biri də Ziba Qəniyeva olmuşdu. Ziba Qəniyeva snayperçi olmuşdu. Müharibə dövründə fərqlənən şəxslərdən biri də Stalingrad döyüşlərində təyyarəçi Züleyxa Seyidməmmədova olmuşdu. Həmçinin müharibə dövründə Azərbaycanlılar partizan hərəkatında da mühüm xidmətləri olmuşdu. Partizan hərəkatında fərqlənən Azərbaycanlılar içərisində kimlərin adlarını qeyd etmək olar? Bunlardan biri də Vilayət Hüseynov idi. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri olan Mussolini həbs edilməsində iştirak edən Azərbaycanlı olmuşdu. Partizanlardan biri olmuşdu. Cavad Həkimi də 2-ci Dünya müharibəsi dövründə partizanlıq etmiş şəxslərdən biri idi. O, 1944-cü ildə İtaliyada təşkil edilmiş böyük partizan dəstəsinin komandiri, Meyti Hüseynzadə isə komissarı olmuşdu. Onlar İtaliya və Yugoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparmışdılar. Müharibədə əfsanəvi partizanlardan biri də Mikhailo adı altında tanınan Meyti Hüseynzadə olmuşdu. Meyti Hüseynzadə İtaliya və Yugoslaviyada partizanlıq hərəkatında iştirak etmiş, 1944-cü ildə həlak olmuş, 1957-ci ildə isə ölümündən sonra ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. 1958-ci ildə isə Meyti Hüseynzadə haqqında Uzaq Sahillərdə filmi çəkilmişdi. Müharibədə iştirak edən əfsanəvi qəhrəmanlardan biri də Əhmədiyyə Cəbrayılov idi. Əhmədiyyə Cəbrayılov Fransada
faşizmə qarşı müqavimət hərəkatında iştirak etmiş, Armed Mişel təxəllüsü ilə partizanlar arasında tanınmışdır. 1944-cü ildə Fransanın Rodes və Paris şəhərlərinin azad olunmasında iştirak etmişdi. Azərbaycanlı döyüş yoldaşı Daniel Abdulliyevlə birlikdə Fransanın ən yüksək hərbi mükafatına olan hərbi xaç medalı ilə təltif edilmişdi. Həmçinin Fransa generalı Charles de Gaulle'un döyüş yoldaşı olmuşdu. Fransanın hərbi medalı ilə mükafatlandırılan Azərbaycanlılar kimdir? Əhmədiyyə Cəbrayilov, Daniel Abdullayev, Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov. Əliağa Şıxlınski və Səməd bəy Mehmandarov isə Birinci Dünya müharibəsində göstərdiyi xidmətlərinə görə Fransanın hərbi medalları ilə təltif etmişdilər. Müharibə dövründə partizanlardan biri də Aliya Rüstəmbəyov olmuş. Daha doğrusu Aliya Rüstəmbəyova müharibə dövründə hərbi həkim kimi fəaliyyət göstərmişdi. Faşizm üzərində qələbədə Azərbaycan xalqının misilsiz xidmətləri olmuşdu. Müharibə dövründə Azərbaycan SSR-də arxa cəbhə üçün bütün işlər hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarları ilə uyğunlaşdırılmışdı. SSR-də neft hasilatının 75-80% Azərbaycanın payına düşürdü. Almaniya üzərində qələbədə Bakı neftinin mühüm rolu olmuşdur. Lakin təəssüflər olsun ki, Bakı şəhəri göstərdiyi xidmətlərə görə qəhrəman şəhər adına layiq görülməmişdir. 1942-ci ildə Bakıda təyyarə zavodu tikilmişdir. 1942-ci ilin sonlarında Bakıda 130 növ silah, sursat və hərbi ləvazimat istehsal edilirdi. Katyuşka raketi, Şpakin plamyotu, Yakut qırıcı təyyarəsi kimi silahlar da Bakıda istehsal olunurdu. SSR-nin işğal olunmuş qərb rayonlarından əhali və sənaye müəssisələrinin ölkənin şərq bölgələrinə təxliyəsində Azərbaycan mühüm tranzit ərazi olmuşdur. Həmçinin müharibə dövründə Azərbaycanın bir digər xidməti isə ABŞ və İngiltərə SSR-yə yardımları İrandan Azərbaycan vasitəsilə daşınırdı. 1941-ci ildə Bakıda və digər ərazilərdə yararlı döyüşçülərin müalicəsi üçün onlarla hərbi hospital yaradılmışdı. Müharibə dövründə Azərbaycanda elmin inkişafında da bir sıra irəliləyişlər olmuşdu. Yusuf Məmmədəliyev aviasiya üçün yüksək oktanlı benzini hazırlamışdı. 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyası yaradılmışdı. Azərbaycan SSR Elmlər Akademiyasının filialı 1935-ci ildə fəaliyyətə başlamışdı. SSR Elmlər Akademiyası isə 1945-ci ildə. Azərbaycan SSR Elmlər Akademiyasının ilk rəhbəri isə Mir Əsədullah Mirqasımov olmuşdu. Bu dərsimizlə bağlı bu qədər.